ərinin ailəsini sevməyən və həmişə ərinin ailəsini pisləyən pasiyentimə dedim ki, sən ərinə anan elədi, atan belədir deyəndə, sən onun valideynini yox, onun özünü hədəf alırsan. Bunu anlamayan qadın deyir. Nərmin xanım, mən düz deyirəm də, onun maması elə bir insandır. Xeyr, sən həqiqəti yox, formanı səhv salan şəkildə hücum edirsən. Bunu unutma. Həqiqət yanlış üslubla deyiləndə həqiqət olmur. Hörmətsizlik olur. Çünki kişi üçün ana-ata sadəcə insan deyil, onun köküdür. Kökə hücum edəndə o ağac səni saxlamaz. Sən deyirsən ki, anan hiyləgərdir. Kişi isə bunu belə eşidir. Sənin anan pisdir, yəni sən də pissən. Və burada sənə qarşı bütün qapılar bağlanır, dinləmə bitir, qarşı tərəfin müdafiəsi başlayır. Əgər sən ittiham edirsənsə, damğalayırsansa, onun ailəsini aşağılayırsansa, onda sən artıq həyat yoldaşı yox, bir rəqibsən. Sən onun ailəsini dəyişə bilməzsən, amma onun sənə qarşı davranışını dəyişə bilərsən. Necəmi? Qışqıraraq, aşağılayaraq yox, düzgün üslubla, sərhədlə. Sən haqlı ola bilərsən, amma əgər üslubun səni ucuz göstərirsə, heç kim sənin haqlılığına baxmayacaq.